Ədalət, gəl görüm salyandan. Şirniyyat gətirmisən, niyə ləvəngi gətirməmisən mənə? Hə? Salyandan balıq gətirməli idi. Necəsən? Yaxşı. Xoş gəlmişsən. Uşağı ilə qarşıladım ki, uşaq üzümə xoş gəlmişsən. Nə gözəl şirniyyatlar gətirmisən. Çox sağ ol, payın çox olsun. Təşəkkür edirik sənə. Sağ olun. Sən sağ ol, ayol. Bu həmənki ədalətdir. Allah amansa. Mən istəyirəm ədalətin bura gəlişini bir qısaca xatırlayaq. Sonra mənim ədalət haqqında sizə deyəcəklərim var. Bəhbə, güllərimizi, çiçəklərimizi Narınc xalası ilə Lalə xalasına da gətirib. Nənəsinə də təşəkkür. Gedir məktəbə sükut, heç kimə yaxınlaşmır. Heç kimə ünsiyyət qurmur. O çox utancaqdır. Məktəbə məcbur göndəririk. Sonrasında evdə dolanda evdə hər yeri dağıtır. Bir sözlə oradan çıxır bura, buradan stolda oturanda var, belə tərpərdir. Belə bir şeyləri var. Özünün 8 yaş olsa da 5 yaş səviyyəsindədir. Əslində 5 alıram deyil, amma 5 alan deyil. Başı onu deyir, dili başqa şey desə də başı bizə aldada bilməz. Əslində bizim o möcüzə dediyimin aparatın müsbət tərəfi odur ki, sözə deyil, başda nəyisə gizlətmək olmaz. O aparat artıq bizə bütün doğruları, məlumatları verir. IQ-su 81-dir. Yəni və göstəriciləri öyrənməsində zəiflik var. Bu da uşağın böyük ciddi özgüvəninə təsir edir. Çünki uşaq arxa sırada oturur, müəllim danlayır, dərs soruşur, ağzından, kəlbətindən sözləri götürür. Özgüvən də yoxdur, oxumur. Bir də xəfif kəkələməsi də var, düşünmə kəkələməsi də var. Gördünüz ki, nə qədər problemləri vardı oğlumun, amma deyirlər ki, bircə bunu deyim sizə bəs eləyər yəqin. IQ səviyyəsi 81-dən 120-yə qalxıb və digər tərəfdən də yaşıdlarından 3 yaş, 5 yaş geri idi. Artıq yaşıdlarının ağlı, düşüncəsi səviyyəsindədir. Bir sözlə, Narınc xanım bu dəfə də bacardı. Yam-yaşıl başlarla. Baxın. O deyir, əjdahanın 7 başı olar. 7-si də yam-yaşıldır. Mən istəmirəm o əziyyət çəksin. Get payla sən şokoladlarını. Yaxşı. Nə gözəl də şokoladlar al. Get Ədalət. Birini də mən götürüm balamı. Ədalətli balam. Ay, çox sağ olsun. Ədalətli balamdır o mənim. Getsin bu müddətdə, o payladığı müddətdə şirniyyatını nənədən soruşacağım. Sonra Narınc xanımdan ki, nə etlə? Nənəsi, bax, utancaq idi, oxumurdu, yazmırdı. Enurezi var idi, yerini isladırdı. Yoxdur. İndi heç yoxdur. Gecə baxırsınız, nə qalxması, nə istasın. Heç şey yoxdur. Yaxşı, utanırdı. Çox utanırdı. Adam bir öndə qasıb girdi stolun altına. İndi o belənçi paylamazdı o şokoladı. Əvvəl belə heç vaxt paylamazdı. Birinci gəlsəydi, Lalə xanım elə eləməzdi. Qaçırdı, görüşmürdü insanlar. İndi salam verir. Apar orada da payla, nənə qurban. Hə. Yəni ki, hamı görüşür, salamlaşır. Təşəkkür edirəm sizə də, Narınc xanıma da. Oxuması, yazması necə? İndi əladır. Birinci gələndə soruşdu, heç nə bilmirəm. Yadımdadır, verdim, oxuya bilmədim. Oradakilərin hamısına təşəkkür edirəm. Könül xanıma təşəkkür edirəm. Vüsalə xanıma təşəkkür edirəm. Layda xanım, təşəkkür edirəm, çox yaxşı. Güldanə xanım. Balamızın 4-5 nəfər komandanla işləyirik. Çox təşəkkür edirəm. Çox rəlləş var Lalə xanım. Çox, həddindən artıq çox rəlləş var mənim nəvəm. Çox gözəl. Bu görünür, hal-hazırda da bizim qabağımızda da ədalət görünür. Narınc xalasından soruşacağım ki, hansı möcüzəvi aparatdan, o möcüzəvi sehirli çubuqdan istifadə edib ki, ədalət bu cür fərqli olaraq bizim yanımıza gəlib. Sonra ədalətə Narınc xanım oxutduracam, bəli. Çünki keçən dəfə hərfləri tanımırdı. Amma Narınc xalası deyir ki, indi hekayə oxumağı bir yana, şeirlər də bilir. Mən damısını soruşacağım. Amma siz birinci deyin ki, buna necə nail olmuşsunuz? Bizim balamızın belə deyək, inkişafında, beyində siqnallarında ötürməsində zəiflik var idi. Ona görə də yaddaşında bir şeylər qalmırdı. Məsələn, hərflər 8 yaşı var. Əslində artıq yaşıdları oxuyurdu, amma oxuya bilmirdi. Bir şeiri yadında saxlaya bilmirdi. Ona görə də çox özünə güvəni aşağı idi. Elə altına islatması da ondandır. Plus siqnallarında problem olduğu üçün gecə yatanda sidik kisəsi dolanda da o siqnal ona çatmırdı ki, o oyanmalıdır və onu da aşdırardı. Həmin möcüzəvi aparatımızın həm də enurezisiyyə də çox böyük təsiri var. Çünki siqnallarla işləyən bir aparat olduğu üçün istədiyimiz siqnalı artırıb, azaldıb nizamlaya bilirik. Nizamlayıcı bir aparatdır. Həmin aparatla qəşəng başının gücünü artırdıq. O zaman psixoloqun, loqopedin işin keyfiyyəti də artdı. Məsələn,
belə bir sual yaranır. Mən həmişə deyirəm, psixoloq, laqoped, prorab kimi düşün. Sən ona necə fəhlə versən, o evi elə tikəcək. Sən ona güclü fəhlə ver, sənin üçün bir dənə 3 mərtəbəli ev tiksin. Sən ona zəif fəhlə versən, balaca bir daxma tikəcək. Əgər beyni götürməsən, nə qədər təlim keçsə də, psixoloq, laqoped işləsə də, nəticə cüzi olur. Amma aparatla bir yerdə eləyəndə, aparat dəstəkləyir elə bir, gücləndirir hüceyrələr arasındakı axını və bu zaman ötürücülük artır. Onda öyrəndiyini həmin dəqiqə yadından çıxartmır, əşyaların orada-burada qoymur, xırda bir də tıqqıltı gələndə dönüb ora-bura baxmır. Bunlar hamısı var, deyilmi ədalətdə? Çox gözəl, Narınc xanım, çox gözəl. Yaşlarına çatıb yatmışım. Mən yenə deyirəm, ədalətə mən ötən dəfə bunu bura qoyacağam. İndi deyəcək. Şeir də bilir. Ötən şeir də dəfə yadda saxlaya bilirsən. ədalətə mən hərfləri belə oxuda bilməmişdim. Amma indi istəyirəm ki, ədalət mənim üçün oxusun. Amma bundan öncə qəşəng şeir öyrənib. Gəl bura. Gəl görüm. Hamı görsün ki, mənim hərf tanımayan, bir cümlə yadında saxlayan. Həmişə niyə deyirəm, yaddaş zəifliyi olan uşaqlara aparın. Baxın, indi fərqi görəcəksiniz. Hə balam, hansı şeiri bilirsən? Vətən. Vətən. Halal olsun sənə. Seçim mükəmməl. Başlayaq. Ey vətən, ana vətən, helan aşana vətən. Tutduru cölən var, lamlaşa çölən var. Dağlan baş-başadır, lalaqlan. Düşləyin tamaşadır, dələlən. Dəlindir, lalaqlan şəndir. Nə coşadır qucağın, doğmadan ocağın. Həqiqətən də nə gözəldir qucağın vətən. Doğma, odun, ocağın, vətən. Qurbanam sənə vətən. Çox gözəl, halal olsun. Həqiqətən. Dərsə gedən asandır. Vətəndən sonra dərsə gedən olar. O cür şeirdən sonra dərsə gedən olar. Gözlə görüm. Oxumağını, indi siz ondan çox həvəslənibsiniz. Seçin, nənəsi deyir, dərsə gedən də desin. İndi bir söz deyəcəm. Keçən dəfə oxuya bilməmişdik. Hərfləri tanıyırıq. Hecaları bilirik. Sözləri oxuya bilirik. Getdik o zaman. Xalanın çox sevdiyi uşaq vaxtı oxuduğu nağıldan. Getdik. Undum, qoğal Bəli. olmuşam. Doğru, undum, qoğal olmuşam. Süd ilə yoğulmuşam. Bəli, süd ilə yoğrulmuşam. Babadan da qaçmışam. Babadan da qaçmışam. Nənədən də qaçmışam. Nənədən də qaçmışam. Burada nə deyir? Səndən nə var? Bəli, səndən nə var qaçma? İndi sən də mənə deyən, Lalə xala, səndən nə var qaçmağa qaçmır. Bizim əlimizdən qaçılmaz. Yaxşı, bircə ondan qaçmaq olmur, düzdür. Bəli, bir aya söz vermişdim. Düz bir ay. Bəli, 5 həftəyə, bir ay, bir həftəyə tamamladıq kursumuzu. Hərf tanımayan uşaq kəndə bələdçi lazım deyil, görünən ədalətin uğurlarına bələdçi lazım deyil. Narınc xanımın etdiyi bir aylıq möcüzəvi dəyişimə tərif lazım deyil. Hər şey göz önündədir. Siz də gedə bilərsiniz. Uşaqlarınız bu cür sağlam və möhkəm yaddaşa malik olsunlar. Siz sağ olun. Sizə də, Narınc xanıma da çox təşəkkür edirəm. Minnətdarım, apar hamısını oxu. Yaxşı, apar oğlum, verdim bunu sənə. 5-lər alsın dedi, ona görə də 5 nağıl verirəm sənə. Yaxşı mı? Götür. Götür, oxuyarsan. Təşəkkür edirəm, Narınc xanım. Çox sağ olun. Biz sadəcə demirik, həm də göstəririk.